Xəzərin Lənkəran sahillərində narahat edici mənzərə. Dəniz dalğaları bu dəfə sahilə qum yox, qara mazut parçaları yayıb. Dəniz sahili boyunca bu mənzərəyə rast gəlmək mümkündür. Bəs səbəb nədir? Ətraflı süjetimizdə. Xəzərin Lənkəran sahilində son günlər müşahidə olunan qeyri-adi mənzərə yerli sakinləri və balıqçıları narahat edir. Sahildə dalğalar vasitəsilə qara xırda mazut parçalarının üzə çıxması görənlərin təəccübünə səbəb olub. Balıqlar üçün də çətinlik yaradır ki, balıq yoxdur. Balıq iyindən hamısı çıxıb gedir, zəhərlənib gelir. Lənkəranda Xəzər sahilində yoxdur. Tökülür dənizə, dənizdən də gəlir, ləpə atır çölə. Bütün diləklərimiz dəniz qırağında yerimək olmur. Bunun əlindən yerimək olmur. Mütəxəssislərin sözlərinə görə sahilə çıxan maddələr karbohidrogen tərkibli neft qalıqlarıdır. Necə olur bu, necə baş verir? Tektonik olaraq laylarda boşalmalar baş verir. Yəni o suxurların aşınması zamanı və dediyimiz kimi o layların belə deyək öz yerlərini dəyişir. Bu zaman o üzvi karbohidrogenlər, yəni üzvi birləşmələr dəniz səthinə çıxmış olur və burada təbii ki, dənizin dibində mexaniki qarışıq olaraq, çöküntü olaraq qalır. Yaranan vəziyyətlə bağlı ərazidə monitorinqlər aparılır. Monitorinqlər zamanı xidmətin əməkdaşları tərəfindən dəqiq nəticələrin bəlli olması üçün analizlərin aparılması məqsədi ilə sahil boyu ərazidən, yəni su nümunələri götürülüb və xidmətin tabeliyində fəaliyyət göstərən mərkəzi laboratoriyaya təqdim olunub. Qurumdan bildirildi ki, analizlərin nəticələri təhlil olunduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək. Nuranə Tələt qızı, Lalə Allahverdiyeva, Rəşidə Zülfüqarova, AzTV xəbər.